Düzbucaqlı koordinat sistemində məsafə. İlk öncə üfüqi düz xətt üzərində yerləşən nöqtələr arasındakı məsafəyə baxaq. Üfüqi düz xəttimiz nə idi? Yəni bax bu x oxumuz üfüqi düz xətt idi. İndi bu üfüqi düz xətt üzərində, yəni buna paralel olan, istər buradan keçsin, istər bu düz xətt olsun, bu düz xəttlər arasındakı, bu düz xəttin üzərində yerləşən nöqtələr arasındakı məsafəni hesablayacağıq. Bax, bu düz xətt üzərində yerləşən hər hansı bir nöqtəni götürürəm. Ta ki, burada götürürəm bir A nöqtəsi. Bunun koordinatı nə olur? Birinci x-i qeyd edirik. -4, 1. Bir də burada götürüm B nöqtəsi. Bu düz xəttin üzərindəki bu B nöqtəsi də olsun 2, 1 nöqtəsi. İndi bu iki nöqtə arasındakı məsafəni tapmalıyıq. Baxırıq ki, bax bu elə koordinat sistemində 4 vahid belə, 2 vahid də belə. 6-ya bərabərdir bu iki nöqtə arasındakı məsafə. Yəni AB məsafəsi bərabərdir 6-ya. İndi biz bunu hər dəfə koordinat sistemi çəkmədən də necə tapaq? Nöqtələrimizi qeyd edirik. A, -4, 1, B nöqtəsi isə 2, 1. Deməli, nöqtə əgər üfüqi düz xətt üzərində yerləşirsə, onların y-ləri eynidir. Baxın, bax, burada da 1-dir, burada da 1-dir. Belə nəzərə alaq ki, bu eyni olanları yox kimi sayaq, yoxdur. Deməli, biz -4 və 2 arasındakı məsafəni tapmalıyıq. Adi bildiyimiz ədəd oxunda iki nöqtə arasındakı məsafəni necə tapırdıq? Onların fərqinin modulunu, yəni -4 -2 həmin koordinatların modulu, o da bərabərdir modul -6, o da bərabərdir 6. Gördünüz, biz bayaq da 6 tapmışdıq, qaydasıyla da həll etdik, 6 tapmış olduq. İndi gəlin çalışmalarına baxaq. Bir nömrəli çalışmada düzbucaqlı koordinat sistemində qeyd olunan nöqtələr arasındakı məsafələri tapın. Bir neçəsini nümunə kimi yazacağım. Bax, A nöqtəsinin koordinatını verib. A nöqtəmizin koordinatı 1, 4-dür. F nöqtəsinin koordinatı isə, F nöqtəsi qeyd etdik, -5, 4. Baxırıq yenə bunların y-ləri eynidir. Bax, bu y-lərini qoyduq kənara. Deməli, biz 1 və -5 arasındakı məsafəni tapırıq. Yəni, onların fərqinin modulu, o da bərabərdir. Modul 1 üzərinə gəl 5 olacaq. Modul 6, o da bərabərdir 6-ya. Fərq etməz. İstəyirsiniz 5-dən çıxın biri. -5 çıxılsın 1. Bərabərdir yenə modul -6, o da bərabərdir 6-ya. Sadəcə birində mənfi alınır, birində müsbət. Biz onsuz da modulunu götürürük deyə hər ikisində cavab müsbət olur, 6 olur. Yəni, hər ikisinin cavabı doğru olur. Məsələn, ERP, ERB. Digərlərinin cavablarını yazacağım da belə izah eləməyəcəm. Yoxlamanız üçün nöqtəsinin koordinatına baxırıq. Özü onsuz da yazıb burada -3, 1. B nöqtəsinin koordinatı isə 1, 1-dir. Yenə baxırıq, əsas bu eyni olan yerdə duranlara. Yəni, bax, burada y-lər eynidir də. Bax, bu y-ləri eyni. Deyərsiniz, burada da 1 var. Yox, bunun x-i 1-dir, bunun x-i -3-dür. Bizə eyni, y-ləri eyni olanı. Bunları elə bir yoxdur, -3 ilə 1 arasında. Yəni, modul -3 -1, o da bərabərdir -4, bərabərdir 4-ə. Yəni, RB arasındakı həqiqətən də bax, koordinat oxunda baxın, 3 vahid buradır, 1 vahid bura, cəmi də 4. Digərlərini, məsafələrini bunların başlığına yazacağım. Biz onda məsafəni də yazanda, bax, belə yazarsınız. RB bərabərdir 4-ə. AF-i neçə tapmışdıq? AF bərabərdir 6-ya. Digərlərini də qeyd etdim. Baxın, PN bərabərdir PN 4-ə. SC bərabərdir 6. CT bərabərdir 2. ST bərabərdir 8. YP bərabərdir 3-ə. MF bərabərdir 9. OG bərabərdir 4. YN bərabərdir 7. Amma siz bunları
Belki A-nın, AF ilə RP-ni necə tapdımsa o qaydada yazarsınız. 2-də nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin və onların arasındakı məsafəni tapın. Düzbucaqlı koordinat sistemində qeyd etməni əvvəlki dərsdə göstərmişəm. Hansı şəkildə tapırıq? Məsələn, birini yenə bax bu koordinat sistemində, aşağıdakı koordinat sistemində göstərərəm. A -5, 0. -5-i tapırıq. Bax, A nöqtəmiz burada oldu. B -1, 0. B nöqtəsi də burada oldu. Biz bunlar arasındakı məsafəni tapmalıyıq. Yəni, neyin edik? Bax, bunları eyni olanlar yox. -1 minus -5-in modulu. O da bərabərdir. -1 üzərinə gəl 5 bərabərdir 4-ə. Deməli, AB arasındakı məsafə 4 oldu. GH yazırıq. GH bərabərdir. Eyni olanlar. -1'lər yox. Modul 0 minus -3. O da bərabərdir. 0 üzərinə gəl 3 bərabərdir 3. CD arasındakı məsafəmiz -4 minus 6 olur. Yəni -4 üstə gəl 6. Bu 2. KL arasındakı məsafə 3 minus -3 olur. Yəni 3 minus -3 üçün modulu o da bərabərdir. 3 üstə gəl 3 yəni 6. Burada isə -5 minus 3 8. Burada ikilər eynidir. 1 minus -7 olur. 1 minus -7 modulu o da bərabərdir. 1 üzərinə gəl 7 bərabərdir 8. Yəni bu da 8-ə bərabər oldu. 3-də deyir, düzbucaqlı koordinat sistemi çəkin. Bax, bu şəkildə çəkəcəksiniz. Verilən nöqtəni qeyd edin. Nöqtəni qeyd edin. B bəndini eləyirəm, elə bu koordinat sisteminin üzərində. M nöqtəsi -2, 0. Yəni, burada qeyd etdik. K nöqtəsini bilmirik. Nəsə 0. Yəni, bu da X oxunun üzərində olmalıdır. Amma bilmirik, buradadır, buradadır, buradadır. İndi o nöqtəni biz tapmalıyıq. Bizə də deyir ki, məsafə 1-ə bərabərdir. 1-ə bərabərdirsə, deməli, ya burada olmalıdır mənim nöqtəm, bu K nöqtəsi, ya da bu istiqamətdə olmalıdır, məsafə 1-dirsə. Deməli, bunun koordinatları nə olur? -1, -3. İndi gəlin biz bunun həlli qaydası ilə eləyək. Bayaq dedik, eyni olanlar, burada bir X yazsaq, nə demişdik? Onların fərqinin modulu, yəni X minus -2'nin modulu bərabər olmalıdır 1'ə. Buradan modul X üstə gəl 2 bərabər olur 1'ə. Axı biz bilirik 1'in də modulu 1'dir, -1'in də modulu 1. Ona görə X üstə gəl 2'yə bir dəfə 1 deyirik. Bir dəfə də X üstə gəl 2'yə -1. Buradan X bərabərdir 1 minus 2 olur. X bərabərdir -1'ə. Burada isə X bərabərdir -1 minus 2. Çünki bərabərliyin bir tərəfdən digər tərəfinə keçəndə işarəmiz dəyişir. X bərabərdir -3. Bəli, gördünüz, biz koordinat sistemində də -1, -3 tapmışdıq, bu nöqtənidir. Deməli, K nöqtəsinin koordinatı ola bilər -1, 0 və ya K nöqtəsinin koordinatı ola bilər -3, 0. İndi C bəndində C nöqtəsinin koordinatı. X-ı bilmirik, Y-i 2'dir. D nöqtəsinin koordinatı isə -3, 2, -3, 2. Yəni, D nöqtəsi buradadır. Bu da deyir ki, CD arasındakı məsafə 2 olsun. Yəni, C nöqtəsi ya burada ola bilər, çünki məsafə görürsünüz 2'dir, ya da burada ola bilər C nöqtəsi. Əgər burada oldusa, deməli, bunun koordinatı nə oldu? -1, 2 və ya buradakı koordinatımız nə oldu? -5, -5, 2. Yəni, biz bunu koordinat sistemində çəkərək rahatlıqla tapa bilirik. Və ya da həll qaydası ilə etsək, 2'lər getdi. Yazmalıyıq ki, bu X-dır da. Onların fərqinin modulu, -3'ün modulu bərabərdir 2 olmalıdır. Yəni, X üzərinə gəl 3
bərabərdir 2. Yine bunu 2 ile x üstə gəl 3 2 olmalıdır. Buradan x bərabərdir 2 minus 3, x bərabərdir -1. X üstə gəl 3 -2 ola bilər. X bərabərdir -2 minus 3, x bərabərdir -5. Bəli, gördünüz, biz bayaq da elə tapdıq. C nöqtəsi ola bilər -1 2 və ya C nöqtəsi ola bilər -5 2. D bəndinə A bəndi üçün koordinatları yerinə yazacağım. Yəni həlli qaydasını bu şəkildə edərsiniz. Onda A bəndində B-nin koordinatı 6 4 ola bilər və ya -2 4. D-nin koordinatı 4 -1 və ya -2 -1 ola bilər.